Layla demək emosional intellekti formalaşdırır. Uşağın İnkişafı jurnalında dərc edilmiş yeni beynəlxalq araşdırma sübut edib ki, laylalar körpələrin xoşbəxtliyi və sakitliyi üçün güclü vasitədir və körpənin inkişafına müsbət təsiri uzun müddət davam edir. Amerika Birləşmiş Ştatlarının Yale Universiteti, Yeni Zelandiyanın Auckland Universiteti və digər aparıcı dünya institutlarının alimləri unikal təcrübə aparıblar. 10 həftəlik proqramda təxminən 4 aylıq körpələri olan 110 ailə iştirak edib. Valideynlər və körpələr iki qrupa bölünüb. Musiqi qrupunun valideynlərində gündə bir neçə dəfə övladlarına mahnı oxuyub, gecələr layla deyib. İkinci qrup isə normal həyatına davam edib. Hər iki qrupa günün müəyyən saatlarında video çəkib öz əhvalını paylaşmaq tapşırılıb. Nəticədə gün boyu uşaqlarına nəğmə deyən ailələrdə uşaqların yalnız əhvalını deyil, emosional intellektin daha tez inkişaf etdiyi aşkar edilib.